Salam hörmətli tamaşaçılar, hər birinizi OTV-də xoş gördük. Bu dəfə Türkmenistandan danışacağıq. Türk dünyasının ayrılmaz parçası olan Türkmenistan haqqında maraqlı faktları sizə təqdim edəcəyik. Söhbəti çox uzatmadan onu qeyd eləmək istəyirəm ki, ərazisinə görə MDB-də Müstəqil Dövlətlər Birliyi ölkələri içərisində 4-cüdür. 488,1 min kvadrat kilometr ərazisi var. Təxminən Azərbaycandan 6-7 dəfə böyükdür. Əhalisi isə cəmi 6 milyon nəfərdir. Yəni demək olar ki, Azərbaycandan bir dəfə yarım azdır və yaxud da ki 12 milyon götürsək 2 dəfə azdır. Təbii ki, bizim əhalimiz 10 milyondan bir qədər çoxdur. Maraqlı faktlardan biri ondan ibarət ki, ölkə qaz ehtiyatlarına görə dünyada 4-cüdür. Çox böyük təbii qaz ehtiyatlarına malikdir. Eyni zamanda ölkədə 33 milli bayram qeyd olunur. Hər ailənin özünün qeyd edəcəyi bayramlar var. Ev tikilməsi şərəfinə bayram qeyd edirlər. Uşağın dişi çıxdı bizdəki kimi hədik qoyub bayram keçirirlər. Hər hansı bir uğur nailiyyət əldə olunsa, onun üçün də ayrıca bir bayram ab-havası yaşanır hər ailədə. Və Türkmenistan haqqında maraqlı faktlardan biri ondan ibarət ki, ərazisinin 70%-dən çoxu səhradır. Türkmenistan əsasən səhra landşaftları ilə örtülüb. Qaraqum səhrası ölkənin əhəmiyyətli hissəsini əhatə edir. Türk dilində Qaraqum mənasını verən Qaraqum dünyanın ən böyük qum səhralarından biridir və Türkmenistandakı quraq və quru şəraitə səbəb olur. Səhra relyefi ölkənin iqlimini və ətraf mühitini formalaşdırır, aydınlaşdırır, onun unikal coğrafiyasını təyin edir. Eyni zamanda torpağının çox hissəsinin quraq təbiətinə baxmayaraq Türkmenistan təbii qaz ehtiyatları da daxil olmaqla təbii resurslarından istifadə etmək üçün addımlar atmaqdadır. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Türkmenistanda subay qızlar və evli xanımların baş geyimlərindən fərqləndirmək mümkündür. Çünki subayların ayrıca təkkə forması var. Evli xanımlar isə tamam fərqli formada təkkə taxırlar və hər hansı bir toyda, məclisdə ayırt eləmək olar ki, bu xanım evlidir ya subaydır. Eyni zamanda eyni məsələ kişilərə də xasdır və maraqlı xüsuslardan biri odur ki, məktəbdə hər kəs əxlaqi dəyərlərə uyğun olaraq milli geyimlərdən istifadə edirlər. Və bizə təqdim olunan məlumatda qeyd olunur ki, ikinci əsas maraqlı fakt kimi ölkədə sərt diktatura var. Ona görə də Türkmenistanda çoxlu qeyri-adi qanunlar mövcuddur. Maraqlı faktı, Türkmenistan güclü mərkəzi hökumət və məhdud siyasi azadlıqlarla xarakterizə olunan avtoritar siyasi sistem ilə tanınır. Şəxsən mən bu fikirlə razı deyiləm. Mərhum prezident Səparmurad Niyazovun və sonradan prezident Qurbanqulu Berdiməhəmmədovun rəhbərliyi altında ölkə siyasi müxalifət və ifadə azadlığına məhdudiyyətlərə görə tənqidlə üzləşmişdir. Yeni prezidentin əvvəlkinin oğlu olması ilə vəziyyət davam edir və yaxşı istiqamətdə dəyişmir deyə informasiyada vurğulanır. Prezident Niyazovun dövründə prezidenti tərənnüm edən şəkillər və heykəllərin ölkə üzrə görkəmli şəkildə nümayiş etdirilməsi ilə geniş şəxsiyyət kultu qurulmuşdu. Türkmenistan müstəqil jurnalistikaya sərt nəzarət və məlumata məhdud giriş ilə məhdud media azadlığına görə tənqid edilmişdi. Hökumət tarixən vətəndaşların xaricə səyahət etmək qabiliyyətinə məhdudiyyətlər qoymuş, pasport və çıxış vizası almaq üçün mürəkkəb prosedurlar tətbiq etmişdi. Bu məsələ ilə də razı deyiləm. Ona görə razı deyiləm ki, deyirlər ki, ölkədən giriş-çıxışa sərt qadağa qoyub. Əvvəla Rusiyada da, Türkiyədə də xeyli sayda türkmən gəlib işləyir, ailəsinə çörək pulu aparır, qazanır. Yenicə müstəqillik qazanmış ölkədir, iqtisadiyyatı hələ indi formalaşmaqdadır və mən hesab edirəm ki, ölkə iqtisadiyyatı o qədər də zəif deyil. Baxmayaraq ki, Türkmenistanın cənubunda İran kimi qonşusu var, eyni zamanda Əfqanistan kimi qonşusu mövcuddur, narahat coğrafi regionda yerləşir və buna görə də öz sərhədlərini qorumaq üçün, vətəndaşlarını qorumaq üçün müəyyən addımlar atması hesab edirəm ki, indiki halda qanuna uyğundur. Ona qalsa biz də sərhədləri 6 ildir bağlı saxlayırıq. Səbəb kimi regionda baş verən geosiyasi hadisələr göstərilir.
Türkmenistanda üçüncü fakt kimi göstərilir ki, bu dünyada ən az ziyarət edilən ölkələrdən biridir Türkmenistan. Türkmenistan beynəlxalq turizm baxımından dünyanın ən az ziyarət edilən ölkələrindən biri hesab edilir. Ölkə tarixən turist vizası almaqda çətinliklər, turizm üçün məhdud infrastruktur və ümumiyyətlə qapalı siyasi mühitlə üzləşib deyə məlumatda vurğulanır. Türkmenistanın ən az ziyarət edilən ölkələrdən biri statusuna səbəb olan bəzi amillər isə aşağıdakılar göstərilir. 1. Viza məhdudiyyətləri. Türkmenistan üçün turist vizası almaq mürəkkəb proses olmaqdadır. Ölkədə bir çox millət üçün vizasız rejim mövcud deyil və onu da deyim ki, MDB ölkələrinin sakinləri məncə Türkmenistana getməkdə bir o qədər çətinlik çəkməzlər. Məhdud turizm infrastrukturu. Türkmenistanda yaşayış yerləri və nəqliyyat variantları da daxil olmaqla məhdud turizm infrastrukturu mövcuddur. Bu da onu beynəlxalq turistlər üçün daha az əlçatan eləyir. Siyasi mühit, ölkənin qapalı siyasi mühiti və müstəqil səyahətə məhdudiyyətlər də turist sayının azalmasına səbəb olmuşdur deyə vurğulanır. Ancaq mən Türkmenistandan xeyli sayda, xüsusən də Türkiyəli blogerlərin videolarını izləmişəm, rusların videoları var və ölkə o qədər də əlçatmaz deyil, əlçatandır. Mən belə bilirəm, bir sıra dostlardan da eşitmişəm, deyirlər ki, mediada, xarici mediada səsləndirilən məsələlər çox şişirdilib. Ölkədə çəkiliş qadağaları var deyə qeyd olunur. Prezidentin kortejinin küçələrdən keçdiyi halda hamı küçələri tərk edir. Prezidentin kortejini çəkmək və yaxud da ki, tutalım ABŞ prezidenti Donald Trump və yaxud da başqası keçəndə küçədə dayanır ki, kimsə yolu təmizləyirlər, təhlükəsizlik tədbirlərini həyata keçirirlər də. Yolu təmizləməyəndə gördükdə 1960-cı ildə nə baş verdi, əsrin cinayəti, məsələn, Kennedy, ABŞ prezidenti sui-qəsdə məruz qaldı. Sonra ölkədə çəkiliş qadağaları var. Onu dedik, ölkəni ziyarət etməyi planlaşdırırsınızsa, avtomobil sürmək üçün Türkmenistanda beynəlxalq sürücülük vəsiqəsinə ehtiyacınız olub-olmadığını yoxlayın deyə informasiyada vurğulanır. Digər maraqlı faktlardan biri odur ki, Türkmenistandakı milli yemək plovdur. Plov, pilav və yaxud da pulau kimi də tanınan Türkmenistandakı məşhur və ənənəvi yeməkdir. Bu ət adətən qoyun və ya mal əti, tərəvəz və ya ətirlər, ədviyyatlar kimi müxtəlif təamlardan bişirilən düyü əsaslı yeməkdir. Plov mədəni əhəmiyyət daşıyır və tez-tez Türkmenistandakı xüsusi münasibətlər, bayramlar və şənlik toplantılar zamanı təqdim edilir və onu da qeyd edelim ki, Türkmenistan yeganə türk xalqıdır ki, orada at əti yeyilmir. Alabay onların milli sərvəti sayılır, it növüdür, canavar cinsindən olan itlərdən hesab olunur. Və haşiyəmizi davam etdirib, plovun hazırlanması dəyişilə bilər və müxtəlif bölgələrdə yeməyin öz versiyaları olması mümkündür. Düyü, ət və ədviyyatların kombinasiyası Türkmenistanın kulinar irsini əks etdirən dadlı və doyurucu yemək yaradır. Plov təkcə Türkmen mətbəxində əsas yemək deyil, həm də qonaqpərvərlik və yeməyin ortaq bölüşdürülməsinin simvolu kimi də əhəmiyyət daşıyır. İpək yolu Türkmenistandan keçirdi deyə tarixi bir nüans qeyd olunur. Mərkəzi Asiyada yerləşən Türkmenistan şərq və qərbi birləşdirən qədim ticarət yolları şəbəkəsi olan tarixi İpək yolunun ayrılmaz hissəsi idi. İpək yolu müxtəlif bölgələr və sivilizasiyalar arasında malların, ideyaların və mədəniyyətlərin mübadiləsini asanlaşdırırdı. Türkmenistandakı bir neçə qədim ticarət şəhəri bu şəbəkədə mühüm rol oynayaraq ticarət, mədəniyyət və biliş mübadiləsi üçün vacib mərkəzlər kimi xidmət eləyirdi deyə məlumatda vurğulanır. Eyni zamanda diqqətə layiq nümunə var. Mari kimi də tanınan Mərvdir bu, həmin nümunə. Bu da böyük İpək yolu şəhəri idi. İndi UNESCO Dünya Mədəniyyət Mərkəzinin əsas nöqtələrindən biridir. Mərv tarixi müxtəlif dövrlərində ticarət, elm, mədəniyyət və digər sahələr üçün əsas mərkəz sayılırdı. Türkmenistandakı İpək yolu üzərində digər şəhərlər Nisa,
köhnə Ürgənc daxildir. Hər ikisi qədim zamanlardan tarixi əhəmiyyətli memarlıq qalıqları ilə tanınır. Aşqabadın memarlığı isə xüsusidir. Burada qeyd olunur ki, Aşqabadın unikal memarlıq üslubuna bir neçə amil kömək edir. Hansılardır? Ağ mərmər binalar. Aşqabad memarlığında ağ mərmərin geniş istifadəsinə görə Ağ Mərmər şəhəri kimi də tanınır. Bu şəhər çoxlu hökumət binaları, abidələr, ictimai məkanlar, bu parlaq və əsrarəngiz gözəlliklərlə bəzənmiş bir şəhərin insanları özünə cəlb etdiyini xüsusi vurğulayırlar. Monumental strukturlar, şəhər neytrallıq, tağı, müqəddəslik abidəsi və toy sarayı da daxil olmaqla çox saylı böyük abidələrə və binalara ev sahibliyi eləyir. Bu strukturlar müasir dizayn və düşmən mədəni motivlərinin qarşılığını nümayiş etdirir. Qızıl günbəz və heykəllər, şəhər planlaşdırılması, ruhnamənin təsiri. Bilirsiniz də, ruhnamə keçmiş prezident Səfərmurad Niyazovun yazdığı kitab idi. Bunlar hamısı Türkmən şəhər mədəniyyətinə xüsusi gözəllik qatır deyə məlumatda vurğulanır. Türkmənistandakı Cəhənnəm qapısı bildiyimiz kimi dünya mədəni irsinin ən gözəl nümunələrindən biridir. Bizim yanardağa bənzəyir. Orada daimi olaraq bir quyudur, onun içərisində od yanır. Bu unikal və dünyadan uzaq yer bir neçə onilliklər boyunca davamlı olaraq yanan təbii qaz sahəsidir. Darvaza qaz krateri 1971-ci ildə Sovet qazma qurğusu təsadüfən təbii qazla dolu bir mağaraya çatanda yaranır. Potensial zərərli metan qazının buraxılmasının qarşısını almaq üçün qazı yandırmaq qərarı verilmişdi. Onun bir neçə həftə ərzində yanacağı gözlənilirdi, lakin krater o vaxtdan bəri yanır və Qaraqum səhrasında valehedici və surreal tamaşaya çevrilib deyə informasiyada vurğulanır. Daimi alovlar səhra gecə səmasının fonu ilə alovlu krater fövqəladə təcrübə axtaran turistlər üçün məşhur atraksiyaya çevrilib. Darvaza qaz krateri əvvəlcə sənaye qazının nəticəsi olsa da Türkmənistandakı qeyri-iradi və valeh edici təbii möcüzəyə çevrilib deyə informasiyada vurğulanır. Atlar Türkmənistan deyəndə ağla gələn komponentlərdən biri də, simvolikadan biri də atlardır. Xüsusilə Axaltəkə atı Türkmənistandakı dərin kökləri olan və dünyanın ən qədim və fərqli at cinslərindən biri hesab edilən cinsdir. Türkmənistandakı atların əhəmiyyəti haqqında əsas nöqtələr isə aşağıdakı yarımbaşlıqlardır. Axaltəkə cinsi fərqli metal parıltısı və dözümlüyü ilə tanınan Axaltəkə atı Türkmənistandakı atların ən uca nöqtəsində dayanır deyə bilərik. Prestij simvolu kimi yetişdirilir bu atlar, əsilzadələr bu atları minə bilirlər. Milli kimlik simvolu da sayılır, mədəni əhəmiyyətə malikdir. Eyni zamanda bu ölkədə Nissa at festivalı da keçirilir. Hər il aprel ayının səhv eləmirəmsə sonuncu bazar gününə təsadüf eləyir. Köçəri irsi məsələsi var burada. Türkmən xalqının tarixi köçəri həyat tərzi, nəqliyyat, ticarət və müharibə üçün vacib olan atlarla sıx bağlı idi. Müasir kontekstdə belə atlar nəqliyyat və mədəni təcrübədəki rolları üçün qiymətləndirilməyə davam eləyir. Xəzər dənizinin ən duzlu yeri də məhz Türkmənistandadır. Qarabağaz göldə yerləşir həmin nöqtə. Söhbət Xəzər dənizinin ən duzlu hissəsindən gedir. Qarabağaz göl şəhərinin yaxınlığında dənizin şərq hissəsində tapılıb. Bu bölgə son dərəcə yüksək duzluluq səviyyəsinə malik olması ilə tanınır. Bu da geniş duz düzənlikləri və duz tavalarının əmələ gəlməsinə səbəb olur. Çöküntülərin əmələ gəlməsinə də kömək eləyir. Türklər və türkmənlər eyni qəbilədən gəlirlər deyə orada vurğulanır. Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızistan
bu stan ölkələri, hətta mən deyərdim ki, taciklər də dil olaraq fars dilli olsalar da bir çox taciklər, hətta onların prezidenti var İmamalı Rəhman, gözlərinə baxın qıyıqlıdır, yəni türklərə çox bənzəyirlər. Bu məsələnin başqa tərəfi, eyni zamanda bir məqamı da vurğulayım ki, ortaq irsə çox böyük ölçüdə sahib çıxırlar, dəyər verirlər. Milli geyimlər ölkədə bütün toylarda, bayramlarda əsas geyim formasına çevrilir və toylarda bizdən fərqli olaraq qızıl yox, qadınlara gümüş taxılır. İstənilən halda Türkmenistanı görmək istəyərəm. Bir qardaş ölkəmizdir, bizim can parçamızdır və Türkmenistanla, türkmənlərlə əlaqələrimizi günü-gündən daha da genişləndirməliyik. Onu da deyim ki, iki ölkə lideri arasında 30 ildir ki, çox yaxşı münasibətlər var. Həm Səfərmurad Niyazovla Heydər Əliyev arasında münasibətlər yaxşı olub. İndi də Qurbanqulu Berdiməhəmmədovla və onun oğlu Sərdar Berdiməhəmmədovla İlham Əliyev arasında çox yaxşı münasibətlər mövcuddur. Belə hörmətli tamaşaçılar, sağ olun, salamat qalın.